Salam əziz abituriyentlər, hər vaxtınız xeyir. Bugün sizinlə tərniklər mövzusuna baxırıq. İlk olaraq başlayaq xətti tərniklərdən. İlk növbədə tərif verək tərniklər üçün. Qiymətin tapılması tələb olunan hərfin daxil olduğu bərabərliyə tərnik deyilir və ya dəyişəni olan bərabərliyə tərnik deyilir deyə bilərik. İlk olaraq biz xətti tərnikdən başlayırıq. Xətti tərnik birinci formanı yazaq, sonra qaydalara keçək. AX üzərinə gəlsin B bərabərdir 0 formasında verilən tərniklərə xətti tərniklər deyilir. Burada AB parametrlərdir. AB-yə görə biz X tapırıq. Məsələn, ixtiyari bir tərnik yazaq, sadə bir tərnik. 2X üzərinə gəlsin 10 bərabərdir 0. Məsələn, bunu həll etmək üçün 10 keçəcək digər tərəfə. 2X bərabərdir -10. Yerini dəyişinə görə işarəsini dəyişdi. Və X-i tapmaq üçün -10-u 2-yə böləcəm. Cavab olacaq -5. Burada X-in aldığı qiymət tənliyin köküdür. X tənliyin kökü deməkdir. Tənliyin kökü deyilən nə nəzərdə tutulur? Tənliyi sıfıra çevirən qiymət. Yəni tənliyi həll edib X-i tapırıq. Həmin o X tənliyi sıfıra çevirən qiymət deməkdir. Yəni tənliyin kökü. Bu belə. İndi xətti tənlik üçün şərtlərimiz var. Xətti tənlik ümumi tənliyin yenidən buraya yazım. AX üzərinə gəlsin B bərabərdir 0 formasına yazıram və şərtləri qiymətləndirim sizin üçün. Birinci hal, əgər A parametri 0 olarsa, eyni zamanda B parametri, yəni sərbəst həddimiz də 0 olarsa, bu zaman deyirik ki, tənliyin sonsuz sayda həlli var. Bunun səbəbi nədir? Gəlin izah edeyim. Düşünün ki, belə bir misal verilib sizə. 0 vurulsun X, üzərinə gəlsin 0 bərabərdir 0. Yəqin ki, hər birimiz burada razılaşırıq ki, X-in yerinə nə qoyuruqsa qoyaq, istənilən ədəd olduqda, 0-ı həmin ədədə vuran olsa 0 deyir. Gəlin düşünək, X 5-dir. 0 vurulsun 5, üzərinə gəlsin 0 bərabərdir 0. Görək doğru alınırmı? 0-ı 5-ə vuranda 0 edir, bəli. Üzərinə 0 gəlsəm, yenidən 0. Yəni, biz burada X-in yerinə nə qoyuruqsa qoyaq, nəticəmiz 0-la yekunlaşacaq. Bu birinci hal. İkinci hala baxaq. A parametri 0-dır, amma B 0-dan fərqlidir. Bu zaman deyəcək ki, tənliyin həlli yoxdur. Niyə? Gəlin belə düşünək. Təsəvvür edin ki, sizə verilib 0 vurulsun X, çıxılsın 3 bərabərdir 0. Bu tənliyi normal həll etsək 0 vurulsun X, 3 keçsin digər tərəfə olsun müsbət 3. İndi mənə deyin görək. 0 nəyə vursam cavab 3 edər. Elə bir ədəd varmı? Elə bir təbii ki, ədəd yoxdur ki, biz 0-a vurduqda cavab 3 olsun. Ona görə bunun həlli boş çoxluq. Üçüncü hala baxaq. A parametri 0-dan fərqlidir. B burada 0 ola da bilər, olmaya da bilər. B ixtiyari bir ədəddir. Bu zaman deyəcək ki, tənliyin yeganə həlli var. Yeganə həll və ya bir həll də deyə bilərsiniz. Yeganə onsuz da 1 deməkdir. İxtiyar bir misal ola bilər. Tutaq ki, yazıram ki, 2x üzərinə gəlsin 4 bərabərdir 0. 4 keçər digər tərəfə olar -4. X-i burada tapsam -4-ü 2-yə bölərəm. Cavab olacaq -2. Gördüyümüz kimi tənliyin bir həlli oldu. Məsələn, ixtiyar bir xətti tənlik üçün bir misal yazaq. Tutalım ki, sizə belə bir sual verilib. 2x üzərinə gəlinsin. 3 vurulsun x minus 2 çıxılsın 28 bərabərdir 16. Tənliyini həll et. İlk növbədə biz mötəzələri vurub açmalıyıq. Mötəzəmiz olduğuna görə yazacağım 2x üzərinə gəlinsin. 3x-a vursam 3x, 3-ü -2-yə vursam -6. Çıxılsın 28 bərabərdir 16 öz yerində. 2x ilə 3x hər ikisi müsbətdir. Toplayıb yazıram 5x. -6, -28. Toplasaq hər ikisi mənfi olduğuna görə olacaq -34 bərabərdir 16. 5x bərabərdir. -34 keçər 16-nın yanına və işarəsini dəyişir olur. Müsbət 34 üstə gəl 16. 5x bərabərdir. 34-ün üzərinə 16 gəlsək edəcək 50. Buradan biz x-i tapmaq istəsək 50-ni 5-ə bölürük. Cavab edir 10. Tənliyin kökü 10-dur. Yəni, aparıb həqiqətən də biz onu burada misalın yerinə qoysaq görəcək ki, şərt ödənir. Bu belə. Başqa bir misala baxaq. Tutalım ki, bizə verilib sual 2 olacaq bu bizim üçün. 0,1 dövrdü 6 üzərinə gəlsin 0,3 0,3 üzərinə gəlsin 1,1 dövrdü 6 vurulsun x bərabərdir 10 tənliyi verilib. Misala baxsaq, bu dövrdü 3'dür. Misala baxın, surət və məxrəc eynidir. Surət və məxrəc eyni olduğuna görə bu misalın cavabı ilə bu misal eynidir.
Yəni bir-birinə böldükdə olsa cavab bizə 1 verəcək. Kəsirin cavabı 1-dir. 1 vurulsun x bərabərdir 10. Belə çıxır ki, x-imiz nədir? 10-dur. Bu da olacaq tənliyin kökü. Vacib deyil ki, biz sualı həll edək. Birinci suala baxın. Diqqətli olun tənlikləri hesablayan zaman. Tənliyin həlli ilə bağlı suallara keçək. Tutalım ki, bizə belə bir sual verilib. Bir tənlik düzəldək. Suala belə qoyaq. A parametrinin hansı qiymətlərində tənliyin həlli müsbət olar? Gəlin baxaq. Deyirəm ki, A parametrinin hansı qiymətində tənliyin həlli müsbətdir. Şərti yazmadım. Yəqin ki, başa düşdük. Burada nə olmalıdır? Ümumiyyətlə, tənliyi biz x-dan asılı hala gətirməliyik. Çünki biz tənliyin həlli dedikdə x nəzərdə tuturuq. X-dan asılı hala gətirmək üçün birinci 2a-8 vurulsun x-i saxlayıram. 2 keçir digər tərəfə olacaq a-2. İşarəsi dəyişdi. Və mən burada x-i tapmaq istəsəm, a çıxılsın 2-ni bölməliyəm 2a-8-ə. Və mən burada tənliyin həlli müsbət dedim. Yəni x müsbət olmalıdır. X-in müsbət olması üçün ya a çıx 2 də müsbət olmalıdır, 2a çıx 8 də müsbət oldu və ya hər ikisi mənfi olmalıdır. Yəni qısacası a-2 bölünsün 2a-8 ifadəsi nə olmalıdır? Müsbət olmalıdır. Adi qaydada həll edirik. Və biz bilirik ki, bizim məxrəcimiz 0 olmaz. Bu ifadə 0 olmamalıdır, məxrəcdədir. Daha doğrusu 0 olmaz demək doğru deyil. Niyə 0 olmasın ki? 0 olduqda burası 0 olur. Bu hissə 0 vur 0 olur. Yox, 0 ola bilər. Tələsdim mən. Nəysə, həll edək bunu. Surəti 0-a çevirən qiymət nədir? 2. Məxrəci 0-a çevirən qiymət nədir? 4. Gətirəm interval usulu. Bərabərsizliklər dərsidir bu. 2 və 4-dür bizim tənliyin kökləri. 2 və 4. Bölək intervallara. A-ların qarşısı müsbət olduğuna görə müsbət, mənfi, müsbət qiymətləndirirəm. Böyükdür 0 dediyinə görə böyükdür 0 hansı aralıqlardır? Müsbət yazdığım yerlər. Olacaq mənfi sonsuzluqdan 2-yə qədər və 4-dən müsbət sonsuzluğa qədər. Bu da mənim cavabım. Ümid edirəm ki, aydındır. Başqa bir sualla davam edək. Belə bir suala baxaq sizinlə. Sual 4. Tutaq ki, bizə verilib ki, A parametrin hansı qiymətində bizə ixtiyari bir tənlik verilsin. Birinci misalı yazım. Sonra bir yerdə araşdıraq. Belə bir misal verilir və deyilir ki, A parametrin hansı qiymətində verilmiş bu bir xətti tənliyin həlli yoxdur. Birinci növbədə misalda x lazımdır bizə. Biz mötəzələrə vurub açmalıyıq. A-nı 2x-ə vursam olacaq 2ax, çıxılsın. A-nı 3-ə vursam olacaq 3a. Üzərinə gəl 6 bərabərdir. 8x-ə vursam 8x, 8-i 1,5-ə vursam edəcək 10. Bu da belə. Yox, 8-i 1,5-ə vuranda niyə 12-dir? Aha, nəysə. X-ları bir tərəfə, digər dəyişənləri bir tərəfə keçirəm. 8x gələcək 2x-ın yanına. Olacaq 2x çıxılsın 8x. Tərəf dəyişdiyinə görə işarə dəyişdi. 3a və 6-nı keçirdirəm digər tərəfə. 3a mənfidə keçib olacaq müsbət. 6 müsbəti keçib olacaq mənfi. Üstəgəl 12 də öz yerində. Və buradan biz x-ı mötərizə xaricinə çıxardarıq. Olar 2a-8 və mötərizə xaricində x. Bunu da biraz sadələşdirsək 3a mənfi 6 müsbət 12 bizə verəcək müsbət 6. Və biz şərtlə demişdik ki, tənliyin həlli yoxdur. Şərt nəməli olsun? Tənliyin həlli yoxdur deyirəmsə, x-in əmsalı 0 olmalıdır, sərbəst hədd isə 0-dan fərqli olmalıdır. Baxın, bir dənə qaydanı xatırlayaq. Bizim tənliyimiz tutaq ki, ax üzərinə gəlsin b bərabərdir 0 formasında verilərsə, x-in əmsalı, yəni a 0-a bərabər olmalı idi. B isə 0-dan fərqli olmalıdır ki, tənliyin həlli yoxdur şərtinə tabi olsun. Onda biz həll edək adi qaydada. X-in əmsalı, yəni 2a-8 bərabərdə 0 olarsa, 2a bərabərdə 8 keçər digər tərəfə müsbət 8 olar. A bərabərdə 8-i 2-yə bölərəm 4. Bu birinci hal. Keçirəm sərbəst həddə 0-dan fərqli həll etməyə. 3a üzərinə gəlsin 6 fərqlidir 0. 3a fərqli olmalıdır mənfi 6-dan. A fərqli olmalıdır. Mənfi 6-nı 3-ə bölsək mənfi 2-dən. Yəni, mənim qiymətim tənliyi həlli yoxdur şərtinə tabi olan A bərabərdə 4 qiymətidir. Bu belə. Başqa bir suala baxaq. Tutalım ki, bizə verilib yenə bir tənlik.
5-ci suala baxırıq. Deyirəm ki, A-nın hansı qiymətinin tənliyin sonsuz sayda həlli var. Sonsuz sayda həlli olması üçün qaydanı xatırlayaq. AX üzərinə gəlsin B bərabər 0 tənliyi verilərsə, A parametri 0 olmalıdır, B də 0 olmalıdır. Hər ikisi 0 olarsa tənliyin sonsuz sayda həlli var deyirik. Onda birinci yenə misalı vurub açıb x-ları bir tərəfə yığıram. 5-i A-ya vursam 5A, üzərinə gəlsin 5-i x-a vursam 5x. Çıxılsın 4 bərabərdə. A-nı 15-ə vursam 15AX, A-nı 17-yə vursam mənfi 17A. X-ları keçirdirəm bir tərəfə. 5x öz yerindədir, 15 keçəcək digər tərəfə olacaq mənfi 15AX. 5A və 4 isə keçirdirəm tənliyin sağ tərəfinə. Olacaq mənfi 5A, müsbət 4, mənfi 17A da öz yerində. Biz burada x-i mörtəzə xaricinə çıxarsaq, olacaq 5 çıxılsın 15A vurulsun x. Burada ümumi sadələşdirmə işləri aparsaq, görürük ki, mənfi 5, mənfi 17 edəcək mənfi 22, A üstəgəl 4. Və tənliyin sonsuz sayda həlli dediyimiz üçün x-in əmsalda 0 olmalıdır, sərbəst həddə 0 olmalıdır. Onu da yazarıq. 5 çıxılsın 15A bərabərdir 0 olarsa, 5 keçər digər tərəfə. Mənfi 15A bərabərdir mənfi 5. Onda A bərabərdir mənfi 5-i 15-ə bölürük. Hər ikisi mənfi olduğuna görə mənfiləri ataq. 5 bölünsün 15. İxtisar aparsaq alınacaq 3-də 1. Eyni qaydada bunu da həll etsək, mən misalı yazanda səhv yazmışam. Qeyd dəftərinə başqa şey yazmışam, burası başqa şey götürmüşəm. Burada 17 yox, misalda 7 olmalıdır. Bura 7-dir, bu 7-dir. Onda 5 ilə 7-ni toplayanda bu 12 olacaq. Onda biz bunu belə həll etməliyik. Mənfi 12A üzərinə gəlsin 4 bərabərdir 0. Aha, mənfi 12A bərabərdir 4 keçər digər tərəfə mənfi 4. Hər ikisi mənfi olduğuna görə atarıq. A-nı tapsam 4-ü bölürəm 12-yə. İxtisar aparsam qalacaq 3-də 1. Burada da baxın 3-də 1 alındı, burada da 3-də 1 alındı. Yəni A bərabərdir 3-də 1 olduqda tənliyin sonsuz sayda həlli olacaqdır. Başqa bir misal yazaq. Tutalım ki, bizə verilib. A çıxılsın 1 vurulsun x bərabərdir 7 tənliyinin, ta ki A-nın hansı parametrinin qiyməti, A parametrinin hansı qiymətində tənliyin həlli yoxdur. Həlli yoxdur deyiriksə, x-in əmsalı 0 olmalıdır, onsuz da sərbəst hədd 0-dan fərqlidir. Məsələn, A çıxılsın 1-i bərabər edirəm 0-a, onda A nəyə bərabər olmalıdır? 1 keçir digər tərəfə olur, müsbət 1. A-nın 1 qiymətində tənliyin həlli olmayacaq. Həlli yoxdur. Bu belə. İndi isə sizinlə danışaq kvadrat tənliklərdən. Kvadrat tənlik nədir, necə həll olunur və s. Kvadrat tənlik ax kvadrat üstəgəl bx üstəgəl c şəklində verilən tənliklərdir. Buna deyilir kvadrat tənliklər. Burada A birinci əmsal, B və C isə digər əmsallardır. C-yə sərbəst həddə deyilir. C-nin dəyişəni yoxdur. Hətta siz bunu yaxşı başa düşəsiniz, belə bir şey yaza bilərik. Ax kvadrat üstəgəl bx üstəgəl c vurulsun x üstü 0 formasında. Bu belə. Bizə lazım olanlar burada nədir? İlk növbədə tənlikləri həllində ABC parametrlərini təyin etməkdir ki, daha rahat həll edəsiniz. Kvadrat tənliyinin ən birinci həll üsulu diskriminant üsulla həll etməkdir. Gəlin görək nədir? Diskriminant üsulunu yazaq. Diskriminant bərabərdir b kvadrat çıxılsın 4ac. Və köklər də buna uyğun tapılacaq. Tənliyin kökləri x1 bərabərdir mənfi b üstəgəl kök altda diskriminant böl 2a. X2 isə bərabərdir mənfi b çıxılsın kök altında diskriminant böl 2a. Bununla bağlı sadə bir misal həll edək bir yerdə. Tutaq ki, məsələn, bizə verilib x kvadrat çıxılsın 5x üzərinə gəlsin 6 bərabərdir 0. Deyilir ki, tənliyi həll edin. Biz birinci burada parametrləri təyin edək. A 1-ə bərabərdir x kvadratın qarşısında bir ədəd yazılmayıbsa 1 götürürük. B x-in əmsalıdır. Mənfi 5-dir, C isə sərbəst həddə 6-dır. Dəyişənlər təyin etdim. Sonra keçirəm misala həll etməyə. Diskriminant bərabərdir b kvadrat çıx 4ac düsturuna görə yazacağım mənfi 5-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 6. Mənfi 5-in kvadratı 25, 4-ü 6-ya vursam 24.
Bizim diskriminantımız alındı 1. Keçirəm tənliyin köklərini tapmağa. x1 bərabərdir. Mənfi b üstəgəl kökata diskriminant bölü 2 a düsturuna görə mənfi b deyildiyinə görə x-in əmsalı, yəni b-ni mənfidirsə müsbət, müsbətdirsə mənfi götürürəm əks işarə ilə. Bizim misalımızda indi mənfi 5 olduğuna görə biz onu müsbət götürməliyik. Yazacağım müsbət 5 üstəgəl kök altında diskriminant. Bizim diskriminantımız 1-dir. Bölünsün 2a. 2 vurulsun a da 1-dir bizdə. Kök altında 1-dən 1 çıxır. 5 ilə 1-i toplayıb 2-yə bölməliyim. 5-in üzərinə 1 gəlsəm 6, 6-nı 2-yə bölsəm 3. x2 də eyni formada həll olunur, sadəcə çıxma ilə. Burada çıxacaq. Aha, 5-dən 1 çıxsam 4, 2-ni 1-ə vursam 2. 4-ü 2-yə bölsəm cavab edəcək 2. Tənliyin kökləri 3 və 2-dir. Bu olur diskriminant üsulu ilə tənliyin köklərinin tapılması. Və nədən danışacağım sizə? Bəzən tənliklərimiz tam olmur. Nə mənada tam olmur? Əgər tənlik ax kvadrat üstəgəl bx üstəgəl c formasında verilərsə tam kvadrat tənlikdir. Tam kvadrat tənlikdir. Əgər a parametri burada 1-ə bərabər olarsa, onda tənlik olacaq çevrilmiş kvadrat tənlik. Nədir çevrilmiş kvadrat tənlik? Gəlin bu haqda danışaq. Tutaq ki, bizə verilib, məsələn, 2x-in kvadratı üstəgəl 4x çıxılsın 8 bərabərdə 0. Deyirəm ki, bunu çevrilmiş kvadrat tənlik kimi göstərin. Çevrilmiş kvadrat tənlik olması üçün x kvadratın əmsalı 1 olmalıdır və bizdə 2 var. Mən bunu çevrilmiş kvadrat tənliyə gətirmək istəyirəmsə, x kvadratın əmsalına bölməliyəm. Misalın hər tərəfini 2-yə bölürəm. Hər bir həddə aralıqda 2-yə bölürük. 2x kvadratını 2-yə bölsəm, olacaq x kvadrat. 4x-i 2-yə bölsəm, olacaq 2x. 8-i 2-yə bölsəm, olacaq 4. 0-ı da 2-yə böləndə 0. Buna deyirlər çevrilmiş kvadrat tənlik. Sonra natamam kvadrat tənlik var. B 0 olduqda tənlik olacaq belə. ax kvadrat üstəgəl c bərabərdir 0 formasında. C bərabər 0 olduqda isə ax kvadrat üstəgəl bx bərabərdir 0 formasına düşür və buna deyirlər natamam kvadrat tənlik. Natamam kvadrat tənlik. Bunların həlləri daha sadədir. Gəlin bunların həllini göstərim sizə. Bəli, diskriminantla həll etmək olar. Amma daha sadə həlləri var. Tutaq ki, b-nin 0 olduğu bir misal verilib bizə. Məsələn, yazarım 2x-in kvadratı çıxılsın 32 bərabərdə 0. Tənliyi həll edək. 32 keçər digər tərəfə. 2x kvadrat bərabərdir müsbət 32 olacaq. Burada x kvadrat tapsam, 32-ni 2-yə böləcəm. Edəcək 16. Nəyin kvadratı 16 edir? 4 və mənfi 4-ün. Tənliyin birinci kökü müsbət 4-dür, ikinci kökü mənfi 4-dür. Bu belə. İndi c-nin 0 ola biləcəyi bir tənlik yazaq. Tutaq ki, bizə verilib 5x-in kvadratı çıxılsın 25x bərabərdir 0. Burada bu tip misallarda ortaq vuruq çıxartmaq daha yaxşıdır. X-i məsələn 5x-i ortaq vuruq kimi çıxartsam, 5x vurulsun. Möhtəzənin içərisində olacaq x çıxılsın 5 bərabərdir 0. Və hasilin 0 olma qaydası. Hər ikisini 0-a bərabər həll etməliyik. 5x bərabər 0 və x çıxılsın 5 bərabər 0 yazacağım. 5x bərabərdir 0 yazsaq, 0-ı 5-ə bölündə x parametri 0. Parametr sözü çox dilimə düşüb. Video boyunca ancaq parametr sözünü işlədirəm, üzrlü sayın. Və burada x dəyişəni tapsam, 5 keçir digər tərəfə olur müsbət 5. Və görürük ki, tənliyin 2 kökü oldu. x1 bərabərdir 0-a, x2 bərabərdir 5-ə. İndi isə gəlin kvadrat tənliklərin həllinin araşdırılmasına baxaq. Kvadrat tənliklərdə əgər şərtlər olacaq bizim üçün. Tutaq ki, biz tənliyi həll etdik. Burada diskriminantın 3 halı var. Əgər biz hesabladıq birinci halda diskriminant böyükdür 0 halına gəldiksə, yəni 0-dan böyük ixtiyari də ola bilər. Bu zaman deyirik ki, tənliyin 2 müxtəlif kökü var və ya 2 müxtəlif həlli var. Necə demək istəsəz, 2 müxtəlif kök. İkinci hal, tutaq ki, diskriminantı həll elədik, kiçikdir 0 halı aldıq. Əgər diskriminant 0-dan kiçik olarsa, bu zaman deyirik həlli yox, həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdur. Səbəbini izah edim. Çünki diskriminantı tutaq ki, hesabladınız, məsələn deyirəm, aldınız mənfi 10, məsələn. Gəlirsiniz x1, x2 tapdığımız hissəki var. Axı orada kökata diskriminant yazırıq. Kökata diskriminant yazdığımıza görə və biz bilirik ki,
kvadrat kökdə mənfi olmaz. Və biz diskriminantı mənfi aldıqda ona görə deyirik ki, tənliyin həqiqi kökü yoxdur. Üçüncü hal, diskriminant bərabər 0 olarsa, bu zaman deyirik ki, tənliyin 2 bərabər kökü də var deyilir, 1 kökü də var deyilir. Amma biz 2 bərabər kök desək daha yaxşı olar. 2 bərabər kökü var. Hətta bayaq deyəsən diskriminantı biz 0 almışdıq, gəlin ona baxaq. Yox, diskriminantı 1 almışdıq. Elə bildim 0-la yazmışıq. Bu belə. İndi gəlin bundan bağlı fərqli suallar həll edək. Kvadrat tənliklərdən. Tutaq ki, ixtiyari bir misal yazıram, deyirəm ki, həll edək. Belə bir sual. 10x kvadrat üzərinə gəlsin 3x çıxılsın 4 bərabərdə 0 tənliyi verilir və deyir ki, tənliyi həll edin. Adi qaydada birinci A, B, C dəyişənlərini təyin edirik. A bərabərdir 10-a, B bərabərdir 3-ə, C bərabərdir -4-ə. Diskriminant düsturumuz necə idi? B kvadrat çıxılsın 4AC. Düstur tətbiq edirəm. 3-ün kvadratı çıxılsın 4 vurulsun 10 vurulsun -4. 3-ün kvadratı 9 edir. Mənfini mənfiyə vurduğuna görə müsbət olacaq. O da 4-ü 10-a vursam 40, 40-ı 4-ə vursam 160. Və bunlar topluda 169. X1, X2 düsturumuz necə idi? Birinci düsturu xatırlayaq. -B plus minus kök altda diskriminant bölünsün 2A. İndi mən X1 axtarıram. Onda yazacağım. -B dediyimə görə müsbət 3 yazılıbsa, mən bunu əks işarələ -3 götürməliyəm. Üzərinə gəlsin kök altında 169 bölünsün 2 vurulsun 10. A-nın yerində 10'dur. 169'dan kökdən 13 çıxır. -3 üstə gəl 13 böl 20. Bu da bərabərdir. -3-ün üzərinə 13 gəlsək edəcək müsbət 10 bölünsün 20. İxtisarlarımızı apararıq, alınlar 2'də 1. X2'də isə eyni misalda sadəcə çıxmayla. -3 çıx 13 böl 2 vurulsun 10 olacaq. -3-dən 13 çıxsaq -16 bölünsün 20. Bundakı ixtisar aparsaq 4'ə qalacaq -5'də 4. Bu da belə. Bu oldu tənliyin köklərinin tapılması. Sonra başqa bir misala baxaq. Tutaq ki, bizə belə bir sual verilib. 3x kvadrat çıxılsın mx plus 3 bərabərdə 0 tənliyi verilib və deyirəm ki, n parametrin hansı qiymətlərində bu tənliyin 2 müxtəlif kökü var. 2 müxtəlif kökü var deyəndə, yəni x1 fərqli olmalıdır x2-dən. Bu şərtə tabi olmalıdır və biz bayaq diskriminantın hallarını yazdıq. 2 müxtəlif həllinin olması üçün diskriminant böyükdür 0 şərtinə tabi olmalıdır. Onda mən öz misalda birinci diskriminantı taparım, sonra böyükdür 0 şərtini həll edərəm. A nədir bizdə? 3, B nədir? -m, C nədir? 3. Bu belə. Yəni gedirik diskriminantı yazmağa. D bərabərdir B kvadrat. B-nin yerinə -m'dir bizdə. -m'in kvadratı çıxılsın 4AC. 4 vurulsun 3 vurulsun 3. Hansı şərtə tabi olmalıdır? Böyükdür 0. -m'in kvadratı onsuz da bizə verəcək müsbət m'in kvadratı cüt dərəcə olduğuna görə çıxılsın 4'ü 3'ə vursam 12, 12'ni 3'ə vursam 36. Böyükdür 0. 36 keçər digər tərəfə. M kvadrat böyükdür 36 olmalıdır. Ya da gəlin vurğulara ayırmaya gedək. Fərqi yoxdur. Nəysə, tənliyin köklərində bizdə müsbət -6. İntervallar üstündə -6'nı yazarıq. Müsbət 6'nı yazarıq və intervallara bölək. Müsbət, müsbət. Və biz nədən danışırıq? Böyükdür 0'dan danışırıq. Böyükdür 0'dan danışdığımıza görə müsbət aralıqlar. -sonsuzluqdan -6'ya, 6'dan müsbət sonsuzluğa. Sonsuzluqdan -6'ya qədər və 6'dan müsbət sonsuzluğa qədər. Bu belə. Başqa bir suala baxaq. Belə bir tənlik verilir və deyilir ki, K parametrin hansı qiymətdə tənliyin 2 bərabər kökü var. Baxın, 2 bərabər kökdə deyilə bilər sualda, yalnız bir kökdə deyilə bilər. Bunlar eyni qaydada, yəni bir-birinə bərabərsə bir kök kimi götürürlər. Amma əslində 2 bərabər kök deyilməlidir. 2 bərabər kök olma şərti diskriminantın 0'a bərabər olma halındadır. Və 2 bərabər kök x1 bərabər olmalıdır x2. Biz bu şərtlərə tabi olmalıyıq. Onda mən birinci gəlirəm, dəyişənlərimi təyin edim. A nədir bizim misalda? 1. B neçədir? -6. C-nin yerində isə K dayanıb. Gəlin diskriminantı həll edək. Düsturumu yenidən xatırlayaq. B kvadrat çıxılsın 4AC.
B bizdə mənfi 6 olduğuna görə mənfi 6'nın kvadratı çıxılsın. 4 vurulsun 1 vurulsun k. Nə olmalıdır? 0'a bərabər olmalıdır. 0'a bərabər həll edirəm. Mənfi 6'nın kvadratı müsbət 36 çıxılsın 4k bərabər 0 olmalıdır. 4k'nı biz digər tərəfə keçirsək, işarələr dəyişir. 4k bərabər olur müsbət 36'ya. Buradan mən k'nı tapsam 36'nı böləcəm 4'ə. 36'nı 4'ə böldükdə cavab edəcək 9. Bu belə. Deməli, k'nın 9 qiymətində 9 olduqda tənliyin 2 bərabər kökü var. İndi gəlin başqa birinə baxaq. Son sualdır bu. Sual neçəyə baxıram? Bu 3, 4 yazırıq. Deyək ki, belə bir tənlik verilib. B parametrin hansı qiymətində tənliyin həqiqi kökü yoxdur? Həqiqi kökü yoxdur. Gəl həll edək bunu. Həqiqi kökü yoxdur şərti nə idi? Diskriminant kiçikdir 0 halında olurdu. Biz bunu dəyərləndirməliyik. Yeni gəlin diskriminant hesablayaq. Həll etməmişdən qabaq A, B, C-ni təyin edirik. A bərabərdir 5'ə, B bərabərdir mənfi B-yə, C bərabərdir 5'ə. Diskriminantımızı yazaq. Olacaq mənfi B-nin kvadratı çıxılsın 4AC. 4 vurulsun 5 vurulsun 5. Nə olmalıdır? 0'dan kiçik olmalıdır. Mən böyük yazdım. Kiçikdir 0 şərti. Mənfi B-nin kvadratı olacaq müsbət B kvadrat çıxılsın. 4'ü 5'ə vursam 20, 20'ni 5'ə vursam 100. Kiçikdir 0. B kvadrat kiçikdir 100. Nəyin kvadratı 100 edir? Müsbət və mənfi 10'un. İntervallar üsulu. Mənfi 10, müsbət 10. Yenə, x-ların qarşısı müsbət olduğuna görə tənliyimizdə müsbət, mənfi, müsbət işarələyirəm və kiçikdir 0 deyir. Baxın, misalımızda biz mənfilərdən danışırıq. Mənfilər dediyimizə görə intervalımız bu hissə olmalıdır. Müsbət A yox, mənfi deyir, kiçikdir 0. Mənfilər olmalıdır. Mənfi aradır bura. Deməli, mənim cavabımız olacaq mənfi 10, müsbət 10 aralığı. Ümid edirəm ki, bura qədər hər şey aydındır. Belə. İndi gəlin bəzi qaydalar deyim kvadrat tənliklə bağlı. Xüsusi hallar ki var. Bilməsək heç nə itirmərik, amma bilsək ən azından misallarda surətimiz artacaq qaydalardır. Məsələn, şərtlər var. Deməli, bizim tənliyimiz necə olurdu? Ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdə 0 halında olurdu. Əgər a, b, c dəyişənlərinin cəmi 0'a bərabər olarsa, onda tənliyin bir kökü həmişə 1'ə bərabər olur. Digər kökü isə həmişə c böl a-ya bərabər olur. Və yaxud da deyək, a çıxılsın b üstəgəl c 0'a bərabər olarsa, bu halda isə deyirik, tənliyin bir kökü həmişə mənfi 1'ə bərabərdir. Digər kökü isə mənfi c böl a-ya bərabərdir. Gəlin buna bağlı bir sual işləyək. Tutaq ki, məsələn, bizə verilib 3x kvadrat üstəgəl 5x çıxılsın 8 bərabərdir 0. Fikir verin. Müsbət 3, müsbət 5, mənfi 8. Biz bunları gəlin toplayaq. 3 üzərinə gəlsin 5, üzərinə gəlsin mənfi 8. Gördüyümüz kimi 0 edir. Əgər 0 edirsə, mən bu tənliyi həll etməyimə ehtiyac yoxdur. Tənliyin bir kökü mütləq ki 1'dir. Digər kökü isə c böl a. Yəni, mənfi 8 böl 3'dür. Başqa bir digər hala baxaq. Tutaq ki, sizə verilib 4x'in kvadratı çıxılsın 9x çıxılsın 13 bərabərdir 0. Yazacağım. Bizdə şərt necə idi? Fikir verin. A çıx B üstə gəlsin. Onda yazmalıyam. 4 çıxılsın mənfi 9 üstə gəlsin. Yəni mənfi 13. Bərabərdirmi 0'a? Bu müsbət 13 edir. Müsbət 13'dən də mənfi 13 islah gedəcək. Qalır həqiqətən də 0. Onda tənliyin kökü. Bir kökümüz olacaq mənfi 1. Digər kökümüz x2 isə bərabər olmalıdır mənfi 13 böl 4. Burada hər ikisi mənfi olduğuna görə ataram, elə qalacaq 4'də 13 formasında. Bu belə tənliyi sadə həll etmək üçün. Natural kvadrat tənliklərdən danışdıq, tənliyin köklərindən danışdıq. Nəsə bir şey məncə qalmadı. Bir də gəlin bəzi hallar var ki, dəyərləndirək. Bayaq natural kvadrat tənliyi həll etməyin yollarını dedim. Həmin o natural kvadrat tənliklərin yaranma səbəbləri var və onunla bağlı kifayət qədər suallar düşür. Gəlin baxaq. Natural kvadrat tənliklərdə bayaq biz bəzi xüsusi hallara baxdıq. Dedik ki,
ax kvadrat üstə gəl bx üstə gəl c tənliyi bərabər 0 halında birinci biz nəyə dəyərləndirdik? B bərabərdə 0 hallarına baxdıq. Dedik ki, tənlik belə olacaq. Ax kvadrat plus c. Əgər b 0-a bərabərdirsə, bu zaman deyilir, tənliyin kökləri əks işarəlidir. Tənliyin kökləri əks işarəlidir. Kökləri var. Gəlin həqiqətən bununla bağlı bir sual işləyək. Tutaq ki, bizə verilib 4x kvadrat çıxılsın, məsələn, 16 bərabərdir 0. Həll edək. 16 keçəcək digər tərəfə. 4x kvadrat bərabərdir 16 olur. X kvadrat tapsam 16-nı 4-ə bölərəm. Ədər 4. Nəyin kvadratı 4 edir? 1 müsbət 2-nin, bir də mənfi 2-nin. Həqiqətən görürsünüz, əks işarəli köklər alındı. Müsbət və mənfi 2. Mənfi 2 yazmaqdan mənfi 4 yazdım. Müsbət və mənfi 2 əks işarəli köklər. Deməli, əgər sualda sizdə tənlik verilərsə, deyər ki, məsələn, bu dəyişənin hansı qiymətində tənliyin kökləri əks işarəlidir. Əgər əks işarəli kökləri görürüksə, B parametri, yəni x-in əmsalı 0-a bərabər həll olunmalıdır. Sonra biz nəyə baxmışdıq? C-nin 0 olma halına baxmışdıq. Əgər C 0-a bərabər olursa, tənlik olur belə. Ax kvadrat üstəgəl bx bərabərdir 0 formasına düşür və bu zaman deyirlər ki, tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərsdir. Yəni x1 bərabərdir 1 bölünsün x2-yə. Gəlin bununla da bağlı bir sual həll edək. Görək həqiqətən belədirmi? Tutalım ki, bizə verilib x kvadrat çıxılsın 5x bərabərdir 0. X-i mötəzə xaricinə çıxardaram. Yox. Bir dəqiqə. Bu burada deyil. Qarşılıqlı tərsinə əlaqə. Qaydanı qarışdırdım. Özür dilərim, biraz yorğunam. Əgər C parametri 0 olarsa, biz deyirik ki, tənliyin köklərindən yalnız biri 0-a bərabərdir. Yəni, biri 0-dır, digəri isə 0-dan biri fərqlidir. Mütləq ki, biri 0-a bərabərdir. İkisi də yox. Yalnız biri 0-a bərabər olur. Yalnız biri 0-a bərabər olur. Gəlin həll edək. Deməli, misalımız nə idi? 5 deməyək. Biz qısa olsun. X kvadrat çıxılsın. 5x bərabərdir 0. X-i mötəzə xaricinə çıxardaram. Qalar x minus 5 bərabərdir 0 və hasil formasında olanda ayrı-ayrı 0-a bərabər həll edirik. Yazacağım x bərabərdir 0. Bir də x çıxılsın 5 bərabərdir 0. Buradan x-i tapsam olacaq 5. Burada da 0 tapmışdıq. Görürsünüz, tənliyin köklərindən biri həqiqətən 0-a bərabər oldu. Bu belə. İndi gəlin bunlarla bağlı suallar işləyək. Həm də qaydalar biz tətbiq etmiş olaq. Tutaq ki, bizə belə bir misal verilib. X kvadrat çıxılsın. K minus 5 vurulsun x. Biraz uzadaq. Üstə gəl k kvadrat çıxılsın 25. Bərabər 0 tənliyi verilib. Və deyirəm ki, k parametrinin hansı qiymətində tənliyin yalnız bir kökü 0-a bərabər olur. Əgər yalnız bir kökü 0-a bərabər deyirəmsə, onda C, yəni sərbəst həddimiz 0 olmalıdır. Və B 0-dan mütləq ki 0-dan fərqli olmalıdır. Onu gəlin dəyərləndirək. B bizdə nədir? Bu. K çıxılsın 5 fərqli olmalıdır 0-dan, amma sərbəst həddimiz bərabər olmalıdır 0-a. K kvadrat onda bərabərdir müsbət 25-ə. Nəyin kvadratı 25 edər? Müsbət 5-in və mənfi 5-in. Bu tərəfə həll etsəm, K fərqli olmalıdır nədən? 5 keçər digər tərəfə, olar müsbət 5. K 5-dən fərqli olmalıdır. Onda mənim üçün buradakı 5 kənar kökdür. Yəni 5-i götürməməliyəm. Onda mənim cavabımız olacaq mənfi 5. Deməli, mənfi 5 olduqda K tənliyin yalnız bir kökü 0-a bərabər olur. Əgər siz müsbət 5-ə 0 götürsəydiniz, tənliyin hər iki kökü 0 olmuş olardı. Böyle. Baxın, indi hər iki kökün 0 olma halına baxırıq. Tənliyin hər iki kökünün 0 olması üçün tənliyin o vaxt hər iki kökü 0 olar ki, misal belə olsun. Ax kvadrat bərabər 0 olsun. Yəni, B-si də 0 olsun, C-si də 0 olsun. Gəlin bundan bağlı qəşəng bir sual yazaq. Tutalım ki, bizə verilib x kvadrat üstə gəl 4 çıxılsın m-in kvadratı üstə gəl m kubu plus 8 bərabərdir 0. Deyirəm ki, m parametrin hansı qiymətinin tənliyin hər iki kökü 0-a bərabərdir. x1 və 2 0-a bərabərdir. Dedik ki, x-in əmsalda 0 olmalıdır. Sərbəst hədd də 0 olmalıdır. Hər ikisini 0-a bərabər həll edirəm. 4 çıxılsın m kvadrat bərabərdir 0 olması üçün
M kvadrat bərabər olmalıdır 4-ə. M bərabər olacaq müsbət mənfi 2-yə. Keçirəm digərinə. Gəlin bunu ayrı-ayrı yazaq ki, sonra görəsiniz. Müsbət mənfi 2. Və M kubu üstə gəl 8 bərabər olmalıdır 0-a. M kubu onda bərabər olmalıdır mənfi 8-ə. Onda M nəyə bərabər? Nəyin kubu mənfi 8 edir? Mənfi 2-nin. Baxın, diqqətli olun. Hər ikisini ödəyən nədir? Mənfi 2. Onda mən mənfi 2-ni götürməliyəm. Təkcə 2-ni götürsəm, mənim şərtimi ödəməz. Yəni, M-in mənfi 2 qiymətində tənliyin hər iki kökü 0-a bərabərdir. Sonra, belə bir misal yazaq. Tutaq ki, bizə verilib 3x kvadrat çıxılsın 8 minus 2m çıxılsın 27 bərabər 0. Deyirəm ki, m-in hansı qiymətində tənliyin kökləri əks işarəlidir. Tənliyin kökləri əks işarəli deyirəmsə, yəni x1 bərabərdir mənfi x2-yə. Tənliyin kökləri əks işarəlidirsə, deməli tənliyin kökləri cəmi 0-a bərabərdir. Tənliyin kökləri cəmi harda yazılır? Bu hissədə. Bu 0-a bərabər olmalıdır. Onda həll edək. 8 çıxılsın 2m bərabər olmalıdır 0-a. Onda mənfi 2m bərabər olacaq mənfi 8-ə. Hər ikisi mənfidirsə 2m bərabər 8 yazsaq, m bərabərdir olacaq 4. M-in 4 qiymətinə tənliyin hər iki kökü əks işarəlidir. Yəni x1 bərabərdir mənfi x2-yə. Bir dənə ümumi gözdən keçirdim. Görüm demədiyim bir şey qaldı mı? Qaydaları ümumi formada yazaq sonra. Deməli bu heç. Əks işarəli kökləri dedik. Yalnız biri 0-a bərabər və s. Gəlin qaydaları ümumiləşdirək onda. Deməli, tənliyi yazaq başdan. Ax kvadrat üstə gəl bx üstə gəl c bərabər 0 tənliyində həm b 0-a bərabər olarsa, həm də c 0-a bərabər olarsa, onda deyirik ki, bu zaman deyirik ki, tənliyin hər iki kökü 0-a bərabərdir. x1 bərabərdir x2-yə, o da bərabərdir 0-a. Hər ikisi 0. Hər ikisi 0. Bu birinci hal. Sonra, əgər b 0-a bərabər olarsa, amma a və c 0-dan fərqli olarsa, yalnız b 0-a bərabərdirsə, onda deyəcək ki, tənliyinin kökləri cəmi 0. Tənliyin kökləri cəmi 0 və ya köklər əks işarəlidir. Köklər əks işarəlidir. x1 üstə gəl x2 bərabər olmalıdır 0-a, yəni x1 bərabərdir mənfi x2-yə. Bu şərt ödənməlidir. Sonra deməli, BC-nin 0-na baxdıq, B-nin 0-na baxdıq, indi C-nin 0 halına baxaq. Əgər yalnızca C 0-a bərabər olarsa, B 0-dan fərqli olarsa, həmçinin A da bura. Yalnız C 0-a bərabərdirsə, onda deyəcək ki, tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Ki, C parametri 0 deyirəm. Mən niyə qarşılıqlı tərsdən tutmuşam görəsən? Qarşılıqlı tərsin heç burada işi yoxdur hələ ki. Əgər C parametri dəyişən sərbəst səthi 0-dırsa, köklərdən yalnız biri 0-dır. Yəni, tənliyin bir kökü 0-dır, amma digəri qətiyyən 0 deyil. Bu şərt ödənməlidir. Mən bayaq bu videonu çəkməmişdən əvvəl bir dərsdə idim və orada qarşılıqlı tərs ədədlərlə bağlı sual var idi. Ona görə də yazıb bayaqdan qarşılıqlı tərs ədədləri bütün qaydalara salmağa çalışıram, amma heç bir əlaqəsi yoxdur hələ ki. Ümid edirəm ki, bura qədər sualımız yoxdur. Məncə hər şeyi dedim. Gözümə gələn bir şey varsa da ki, qayda kitabından oxuyarsınız. Məsləhət görəcəm videonun sonunda hansı kitabdan oxumaq olar. İndi isə gəlin Viet teoremindən danışaq. Viet teoremi nədir? Deməli, kvadrat tənlik yazaq. Ax kvadrat üstə gəl bx üstə gəl c bərabərdir 0. Viet teoremi yalnız və yalnız çevrilmiş kvadrat tənliklərə tətbiq olunur və mən sizə bayaq dedim ki, çevrilmiş kvadrat tənlik üçün x kvadratın əmsalı 1-ə bərabər olmalıdır. Yəni a dəyişəni 1-ə bərabər olmalıdır. Onda hər tərəfi a-ya bölərəm. Hər tərəfi a-ya bölürəm və qiymətləri müəyyən bir hərflə işarə edirəm. A-nı a-ya böldükdə heç 1 edəcək. Yazacağım x kvadrat üstə gəl.
B bölü A-nı P hərfi ilə işarə edirəm. C bölü A-nı Q hərfi ilə işarə edirəm. Və Viet teoremi deyir. Viet teoremi deyir ki, tənliyin kökləri cəmi x-in əmsalına bərabərdir, amma əks işarə ilə, yəni mənfi P. Tənliyin kökləri hasili isə bərabərdir Q-yə, amma olduğu kimi, müsbət Q. Gəlin bundan bağlı bir misal yazaq. Tutaq ki, verirəm sizə x kvadrat çıxılsın 5x üstəgəl 6 bərabərdir 0. Viet teoremini tətbiq edirəm. x1 vurulsun x2 bərabər olmalıdır müsbət 6-ya. x1 üstəgəl x2 bərabər olmalıdır müsbət 5-ə. Əks işarə ilə mənfi verilsə də müsbət götürürük. Vuranda 6, toplayanda 5 eləyən ədəd. Bir-birinə vurduqda 6, topladıqda 5 eləyən ədəd 2 ilə 3-dür. Ona görə tənliyimizin bir kökü 2, digər kökü isə 3 olacaq. 2 ilə 3 bizim həllimizdir. Bu belə. Sonra sizə tənlik verilə bilər. Tutaq ki, yazıram. X kvadrat çıxılsın 2x kvadrat çıxılsın 8x üstəgəl 8 bərabərdir 0. Və Vietlə həll etmək istəyirik. Əgər Vietlə həll etmək istəyiriksə, mütləq x kvadratın əmsalına baxıram. Mütləq 1 olmalıdır. 1 olması üçün birinci hər tərəfi 2-yə bölərəm. Olacaq x kvadrat çıxılsın 4x üstəgəl 4 bərabərdir 0. Sonra Vieti tətbiq edərəm. x1 vurulsun x2 bərabər olmalıdır 4-ə. x1 üstəgəl x2 əks işarə ilə bərabər olmalıdır müsbət 4-ə. Vurduqda 4, topladıqda 4 eləyən ədəd elə 2-lərdir. x1 bərabərdir x2, o da bərabərdir 2-yə. Yəni hər iki kökü bir-birinə bərabərdir. Bu belə. Sonra tutaq ki, sizə misal verirlər. Yəni bu haqda biraz danışaq. Tam ki, belə bir sual yazıram və tənlik verirəm. Deyirəm ki, x kvadrat üstəgəl 9x üstəgəl 8 bərabərdir 0. Deyirəm ki, bu tənliyin kökləri hasilini tapın. Yəni x1, x2 hasilini istəyirəm sizdən. Və siz gedib Viet teoremi tətbiq eləsəz, x1 üstəgəl x2 bərabərdir əks işarə ilə mənfi 9-a. x1 vurulsun x2 isə bərabərdir müsbət 8-ə. Və siz gedib kökləri tapmağa çalışmayın. Ay, x1 görəsə neçədir, x2 görəsə neçədir. Onsuz da sizdən x1 vurulsun x2-ni istəyir. Yəni, nə ehtiyac var 1 ilə 2-ni tapmağa? Onsuz da hasil var gözümüzün qabağındakı. Cavab nədir? 8-dir. Və ya tam tərsini düşünək. Kökləri cəmi sizdən istəsəydi, nə ehtiyac var x1, x2-ni ayrılıqda tapmağa? Onsuz da kökləri cəmi göz önündədir. Yəni, əgər sualda sizdən kökləri cəmini və ya hasilini soruşarsa, ayrılıqda kökləri tapmağa çalışmayın. Viet teoreminin rahatlıqla kökləri hasilini və ya cəmini görə bilərsiniz. Belə bir sual yazaq onda. Tutaq ki, deyirəm, x kvadrat üstəgəl, tam ki, yazsam ki, a çıxılsın 1x üstəgəl 5. Deyirəm ki, a-nın hansı qiymətində tənliyinin kökləri cəmi 0-a bərabər olar. Yəni, mən istəyirəm x1 ilə x2-nin cəmi 0-a bərabər olsun. Kökləri cəmi nədir? Kökləri cəmi dayanır x-in qarşısında. Və mən istəyirəm ki, 0 olsun. Olsun. A çıxılsın 1-i 0-a bərabər həll edirəm. Onda a nəyə bərabərdir? 1-ə. Və yaxud da tutaq ki, belə bir sual sizə verilər. X kvadrat çıxılsın 16x bərabərdir 0. Deyirəm ki, tənliyin kökləri hasilini tapın. x1 vur x2-ni deyirəm tapın. Kökləri hasili harda yazılır? Sərbəst hədd olaraq yazılır. Burada sərbəst hədd varmı? Yoxdur. Əslində, misalda nə eksikdir? X kvadrat çıx 16x üstəgəl 0 yazarım ki, sizin üçün aydın olsun. Sərbəst həddimiz görürsünüz 0-dır. Deməli, x1 vurulsun x2, kökləri hasilimiz elə 0-a bərabərdir. Başqa bir suala baxaq. Tutaq ki, yazıram ki, x kvadrat çıxılsın 25 bərabərdir 0. Deyirəm ki, kökləri cəmini tapın. x1 üstəgəl x2-ni istəyirəm sizdən. Kökləri cəmi harda yazılır? X-in əmsalında. Misalımızda x dəyişəni varmı? Yoxdur. Təsəvvürləyin ki, misal belədir. X kvadrat çıxılsın, 0 vurulsun, x çıxılsın 25. X-in əmsalı nədir? 0. Yəni, kökləri cəmimiz olacaq 0. Bu da belə. Sonra, başqa bir sual həll edək. Ən çox qarşımıza çıxan sual tiplərindən. Belə bir sual yazıram. X kvadrat çıxılsın mx çıxılsın 6 bərabər 0 tənliyi verilib və sizdən istəyənlər tutaq ki, x1 kvadrat üstəgəl x2 kvadrat bərabər olsun tam ki 28. Bunlar verilib, tənlik verilib və x1 üstəgəl x2-nin kvadratın cəmi verib 28 və sizdən istəyir m parametrini. Deyir ki, m-i tapın. Birinci növbədə mən Vieti tətbiq edirəm, hər şeydən kənar. x1 vurulsun x2 bərabər olmalıdır sərbəst həddə.
x1 üstəgəl x2 isə bərabər olmalıdır x-in əmsalına, amma ek işarə ilə. Mənfi m yazıldığına görə müsbət m götürəcəm. Bunlar qaydasında. İndi gəlirəm, burada gördüyümüz kimi müxtəsər vurma düsturu var. Düsturu açaq. x1 üstəgəl x2-nin ümumi kvadratı çıxılsın. 2 vurulsun x1 vur x2 olmalıdır. Bərabərdir 28 öz yerində. Getirəm dəyişənləri tapışımda mən. Hasil nədir? Mənfi 6. Cəm nədir? M. Gətirib yerlərinə qoyuram. Cəmin yerinə yazacağım m. Olacaq m kvadrat çıxılsın. 2 vurulsun mənfi 6. M kvadrat mənfi 2-ni mənfi 6-ya vururum. Olur müsbət 12. Bərabərdir 28. 28-dən bu 12-ni çıxaram. M kvadrat bərabərdir 16. Neçənin kvadrat 16 edir? Müsbət mənfi 4. Deməli, m bərabərdir müsbət mənfi 4. Belə, cavab olacaq müsbət mənfi 4. Sonra, tutaq ki, sual belə qoyulub sizə. Sual nömrəsi qoymuşam, yox. Deyirəm ki, kökləri 3 və mənfi 4 olan kvadrat tənliyi qurun. Baxaq, kökləri 3 və mənfi 4 dedikdə x1 bərabərdir 3-ə tutaq ki, x2 bərabərdir mənfi 4. Bu tip sualda VT tətbiq edirsiniz. Kökləri birinci cəmini tapaq. x1 üstəgəl x2 nəyə bərabərdir? 3 üstəgəl mənfi 4 bərabərdir mənfi 1-ə. Sonra kökləri hasilini tapan x1 vurulsun x2, mənfi 4 vurulsun 3 neçə edəcək? Mənfi 12. Kökləri cəmi var və kökləri hasili var. Və biz bilirik ki, kökləri cəmi əks işarə ilə götürülməlidir. Kökləri hasili isə olduğu kimi götürülməlidir. Onda mənim tənliyim olacaq belə. X kvadrat üstəgəl 1x, yəni x yazıram təkcə, çıxılsın 12. İndi fikir verin bura. Sərbəst həddimiz mənfi 12-dir. X-in əmsalı müsbət 1-dir. Həqiqətən də verilən qayda ödənir. Bu belə. Ümid edirəm ki, bura qədər sualımız yoxdur. Hər şey aydındır. Keçirik indi modul daxilində dəyişən olan tənliklərə. Yəni modul tənliklər. Birinci, tənliklərdən danışaq. Tutaq yazıram ki, necə başlayaq ki, aydın olsun. Məsələn, belə yazıram. Bir fx dəyişəni deyək. Modulda bərabərdir a verilib. Bu tənlikdə düşünün ki, modulun içində ixtiyari bir tənlik var. Buradakı a da hər hansı bir ədəd kimi gözünüzdə canlansın. Bu tənlikdir, bu da hər hansı bir ədəddir. Burada şərtlər qoyaq. Birinci şərtdə, əgər a müsbət olarsa nə baş verəcək? A sıfıra bərabər olsa nə baş verəcək və ya kiçikdir sıfır olsa nə baş verəcək? Birinci a-nın müsbət olmasına baxaq. Yəni a hər hansı bir müsbət ədəddir. Yəni istənilən bir tənlik verilib modulun içində bərabərdir müsbət 5 yazıblar kimi düşünün. Onda iki hal var. Ya modulun içindəki ifadə özü müsbət ədəddir, ya da mənfi ədəddir. Belə yazanda çox qəribə görünə bilər, amma qətiyyən çətin deyil. Gəlin də bunu misal üzərində göstərim. Tutaq ki, yazıram. Modulda x bərabərdir 5 tənliyi. Nəyin modul 5-idir? Ya müsbət 5, ya da mənfi 5. Belə bir sadə sual. Və ya başqa bir misal yazın bundan bağlı. Tutaq ki, verilib modulda x çıxılsın 3 bərabərdir, tutam ki, yazıram 4. Nəyin modulu 4-edir? Müsbət və mənfi 4-ün. Ona görə x çıxılsın 3-ü bir dəfə müsbət 4-ə bərabər həll etməliyəm. Bir dəfə x çıxılsın 3-ü mənfi 4-ə bərabər həll etməliyəm. Onda burada 4 ilə 3-ü toplayacağım. X bərabər olacaq 7. Burada isə mənfi 3 keçib digər tərəfə axı müsbət 3 olur. Mənfi 4-ün üzərinə 3 gəlsəm olacaq mənfi 1. Tənliyin 2 kökü alındı. Bu belə. İkinci hal gəlin baxaq. İkinci hal A parametrinin 0 olmasıdır. Tutaq ki, sizə modulun içində hər hansı bir tənlik veriləcək. Onda modulu mütləq şəkildə 0 olmalı. Tutaq ki, yazıram. Modulda x çıxılsın 7 bərabərdir 0. Mənfi müsbət 0 deyə bir şey olmadığına görə x çıxılsın 7-nin özü 0 olmalıdır. Yəni x bərabərdir 7-yə. Qorxmursuz, çəkinmirsiniz. Və üçüncü şərt. A kiçikdir 0 olarsa, yəni sizə modulun içində bir tənlik veriləcək. Deyəcək ki, mənfiyə bərabərdir. Bu halda isə biz burada dəyərləndirəcəyik. İki hal var.
ya fx özü, belə deyək də, bərabər yazmalısınız ixtiyari bir ədədə və ya əksinə. İndi deyəcəm nəyə görə. Bunu gəl misal üzərində göstərim, daha yaxşı başa düşəsiniz. Tutaq ki, bu mənfi olma halında, məsələn deyirəm, verilib, qoy bunu aşağıdan yazım, tam yerləşdirim. Tutaq ki, bizə verilib 3x çıxılsın 27 modulda. Bərabərdə mənfi 6 tənlik verilib. Modulda nə vaxt mənfi çıxar? Yəni, belə deyək də, diqqətlə baxın. Nəyin modulu mənfi 6 edər? Heç nəyin. Yəni, mənfi 6 alınması qeyri-mümkündür. Ona görə bu həlli olacaq boş çoxluq. Burada bəs yazdıqlarımız nədir? Deyəcək ki, bəs axı burada şərtlər verilmişdi. Burada müxtəlif hallar keçərlidir. Əgər a kiçikdir 0 verilərsə və modullu ifadə dəyişəndən asılı qurularsa, tutaq ki, məsələn, mən yazardımsa belə bir şey. Modulda, məsələn, 3x çıxılsın 27 bərabərdir. Yazıram ki, x çıx 2. Burada mən dəyərləndirərdim. Bir dəfə x çıx 2-nin müsbət halına baxardım. Bir dəfə x çıx 2-nin mənfi olma halına baxardım və ona uyğun həll edərdim ki, bunlar çox uzun gedir. Yəni, sizə lazım olacaq şey budur. Birinci yazdığımız. Bu belə. İndi gəlin bununla bağlı, baxın, burada yazdığımla bağlı qəşəng bir sual işləyək. Sual üzərində tam dəqiq görün. Tutaq ki, belə bir sual verilib. Modulda x üstəgəl 3, üstəgəl 5 bərabərdir 2x tənliyi verilib. Modulda x üstəgəl 3 bərabər olmalı. 5-i keçirdirəm digər tərəfə, olacaq 2x çıxılsın 5. Onda burada hallar var. Mən bir dəfə düşünəcəm ki, x üstəgəl 3-üm elə 2x çıx 5-in özünə bərabərdir, yəni müsbət halına. Bir dəfə isə tam dərsi x üstəgəl 3 bərabər olacaq 5 çıxılsın 2x-a, yəni əksinə. Bir dəfə özünü həll edəcəm, bir dəfə əksini həll edəcəm. Bayaq yazdığımız burada qayda ki var idi. Baxın, bir dəfə gx yazmışdıq. Bir dəfə də mənfi gx, yəni bir dəfə tənliyin özünə, bir dəfə də əksinə bərabər həll edirik. Vəssalam. Gəlin yazaq. Bu tənliyi həll edirəm ilk növbədə. X-lar bir tərəfə, dəyişənlər, ədədlər bir dəfə. 2x-i keçirdirəm x-in yanına, olar x çıxılsın 2x bərabərdir. 3 keçər digər tərəfə, olar mənfi 3. X-dan 2x çıxsam, qalır mənfi x bərabərdir. Mənfi 3 ilə mənfi 5 edir mənfi 8. Hər ikisi mənfi olduğuna görə x bərabərdir 8. Qəşəng cavabımızı aldıq. İndi ikincini həll edək. 2x-i keçirdirəm digər tərəfə, 3-ü keçirdirəm bu tərəfə. Olacaq x üstəgəl 2x bərabərdir 5 çıxılsın 3. X-lə 2x-i toplasam 3x bərabərdir 5-dən 3 çıxsam 2. X bərabərdir 2 bölü 3. Və sam tənliyin 2 kökü də alındı. Biri 8-dir, biri də 3-də 2. Bu da oldu modul tənliklər. İndi modul tənliklərlə bağlı kvadrat kök tənliklərini də verək. Kvadrat kök altında verilən. Bu da modulla bağlıdır bir balaca. Gəlin görək niyə. Tutaq ki, sizə belə bir sual verilib. Sual üzərində izah edeyim. Yazıram kök altında 9 çıxılsın 6x üstəgəl x-in kvadratı. Bərabərdir x çıxılsın 3. Tənliyi verilib. Və deyirəm ki, bunu həll edək. Bunu həll etmək üçün misalı istəsəz tərəf-tərəfə kvadratı yüksəldə bilərsiniz. İstəsəz əvəz etməklə də gedə bilərsiniz. Amma əvəz etməklə getməkdənsə tərəf-tərəfə kvadratı yüksəltmək daha yaxşıdır. Tərəf-tərəfə kvadratı yüksəldirəm. Yüksəltməsinə. Amma nəyə diqqət edəcəm? Diqqətli olaq. Mən burada köklə bunu aparırım. Aparmağın, amma biz bilirik ki, kökdən müsbət çıxmalıdır. Ona görə kök altı ifadəni modulda açıram. Bərabərdir. X çıxılsın 3-ün kvadratı yüksəldirəm. Olacaq x-in kvadratı çıxılsın 6x nöqtə çevrilmə düsturu. Üstəgəl 9. Aha. İndi bir dəfə nə düşünəcəm? Bir dəfə özünə bərabər həll olduğunu düşünəcəm. Bir dəfə əksinə bərabər olduğunu düşünəcəm. Bu formada da həll olunacaq. Yəni siz birinci halda 9 çıxılsın 6x üstəgəl x kvadratını həll edəcəksiniz. X kvadrat çıx 6x üstəgəl 9-a bərabər olduğunu. İkinci halda isə 9 çıxılsın 6x plus x kvadratını həll edəcəksiniz. Buradakı işarələr dəyişin. Mənfi x-in kvadratı plus 6x minus 9 formasında. Gəlin də həll edək. Burada baxın, birinci yazdığımızda müsbət x tərəf-tərəfə keçində gedəcəkdir. Eyni işarəlidir. Mənfi 6x gedəcək. 9 bərabər 9 qalır. Yəni, budakı həll yoxdur. Həll yoxdur deməyək, istənilən qiymətini deyək. Çünki x-in yerinə qoyuruqsa qoyaq ödənəcək. Burada bütün qiymətlər ödənir.
İkinciyə baxaq. İkincidə isə bir-bir həll edirik. Mənfi x kvadratını keçirirəm bura. X kvadratını x kvadratını toplasam olacaq 2x-in kvadratı. 6x keçəcək mənfi olacaq. Mənfi 6 mənfi 6 olacaq mənfi 12x. Və müsbət 9-la keçəcək digər tərəfə. Bu 9-la toplanacaq olacaq müsbət 18. Bərabərdir 0. Hər tərəfi 2-yə bölərəm. X kvadrat çıxılsın 6x plus 9 bərabərdir 0. Aldıq belə. Tənliyi indi gəlin vietlə həll edək. x1 vurulsun x2 bərabər olmalıdır 9-a. x1 üstə gəl x2 bərabər olmalıdır 6-ya. Vuranda 9 toplayanda 6 ilə ədəd 3-dür. Deməli, belə olarsa tənliyin 2 bərabər kökü alındı və biz burada bütün ədədlər almışdıq. Onda deyəcək ki 3-dən 3. Hər ikisini ödəyən 3-dür. Evet, sonra bence burada qaranlıq qalan heç nə olmadı. Hər şey dedik. Yenə bir gözdən keçirdim. Aha, bir də kvadrat kök altı tənliklərin sadəcə ədədə bərabər olma halları var ki, onlar daha sadə. Tutaq ki, sizə belə bir misal verilib. Yazaq kök altında 2x çıxılsın 3 bərabərdir 5. Dir həll edin. Bu tip sualları həll edəndə tərəfə kvadratı yüksəldirik. Misalın sol tərəfini və sağ tərəfini. Burada köklə bu gedir. Qalır 2x çıxılsın 3 bərabərdir 5-in kvadratı 25. Niyə modulda yazmadıq? Onsuz da müsbətə bərabər olduğunu görürük. Yəni bir də modulu ayrıca yazmağa ehtiyac yoxdur. Və biz onsuz da bilirik ki, kökün içində olursa olsun müsbətdir. Bayaq tənliyin sol və sağ tərəfində hər iki tərəf dəyişəndən ibarət olduğuna görə müsbət hallarına baxdım, mənfidən nəzər aldım. Amma burada ehtiyac yoxdur. 2x onda 25-in 3-ü toplayarım bərabərdir 28. X bərabərdir 28-i 2-yə bölərəm 14. Bu belə. Məsələn, bunun bambaşqa halını düşünək. Tutalım ki, yazıram belə bir sual. 3-cü dərəcədən x kvadrat çıxılsın 4x üstə gəl 12 bərabər 2 deyirəm. Deyim ki, həll edin. Əgər burada kökün dərəcəsi 3-dürsə, hər tərəfi kuba yüksəltməliyəm. Burada kublar gedəcək. Qalacaq x kvadrat çıx 4x plus 12 bərabərdir 2-nin kubu edir 8. 8-i keç edərəm. X kvadrat çıx 4x 12-dən 8-i çıxsam qalır 4 bərabərdir 0. Vieti tətbiq edək. x1 vurulsun x2 bərabər olmalıdır 4-ə. x1 üstə gəl x2 bərabər olmalıdır müsbət 4-ə. Əks işarə ilə götürürük. Vuranda 4 toplayanda 4 eləyən ədəd. Onda hər iki kökümüz nəyə bərabərdir? 2-yə. Çünki 2-ni 2-yə vuranda 4 edir, toplayanda da 4 edir. Bu belə. İndi rasional kəsirlərdən danışaq. Kəsir rasional tənliklərdən daha doğrusu. Bunu misal üzərində izah edeyim sizə. Bir də burada qorumalı olduğumuz məxrəcdir ki, məxrəci sıfırdan qoruruq. Qalan hallar rahatlıqla həll olunacaq. Gəlin baxaq. Tutaq ki, bizə belə bir misal verilib. X üstə gəl 2 bölünsün. X minus 7 çıxılsın. 3x minus 30 bölünsün. 7 çıxılsın x. Bərabərdir mənfi 2. Belə bir tənlik verib deyilir ki, həll edin. Bir də məxrəclərə fikir verək. Bu x çıxılsın 7-dir, bu 7 çıxılsın x-dir. Əks işarəli ədədlərdir. Mən birinci kəsir olduğu kimi saxlayıram. Və ikinci kəsirdə məxrəci 7 çıx x yox, x çıx 7 yazıram. Məxrəcdə əksinə çevirdiyimə görə buradakı sanki mənfi gələcək buna təsir göstərəcək. Yerlərini dəyişdiyimə görə. Yəni kəsirdə olacaq toplama işarəsi. Yuxarıda 3x çıxsın 30 qalır. Bərabərdir mənfi 2 öz yerində. Məxrəclərə indi fikir verin. Eynidir. Yəni ortaq məxrəci gətirmiş oldum. Onda yazacağım x minus 7. Sürəti toplayaq. X üstə gəl 2, üstə gəl 3x çıxılsın 30. Bərabərdir mənfi 2. Sürəti sadələşdirək. X ilə 3x-i toplasam 4x. 2 ilə mənfi 30-u toplasam mənfi 28. Bölünsün x minus 7 bərabərdir 2. İlk olaraq kənarda x çıxılsın 7-nin sıfırdan fərqli olma halını qeyd edək. Yəni nə olursa olsun mənim x-im 7 olmamalıdır ki, məxrəci sıfırdan qoruyum. Çünki bilirik ki, riyaziyyatda sıfıra bölmə yoxdur. Yəni məxrəc sıfır olmaz. Sonra çarpaz vurub həll edirik. Yazacağım 4x çıxılsın 28 bərabərdir. Mənfi 2 vurulsun x çıx 7-yə. Mötəzən vurub açaq. 4x çıxılsın 28 bərabərdir. Mənfi 2-ni x-ə vursun mənfi 2x. Mənfi 2-ni mənfi 7-yə vursun müsbət 14. 2x keçər bu tərəfə. 4x ilə 2x-i toplayaram 6x. 28-i keçirdirəm digər tərəfə. 28 ilə 14-ü toplayaram 30, 42. Aha, buradan x-i tapsam 42-ni bölərəm 6 edər 7.
İndi baxın, biz bayaq demişdik ki, nə olursa olsun x 7 olmaz. İndi isə x-ni aldıq, 7 aldıq. Və x tənliyi məxrəcin sıfıra çevirdiyinə görə 7 bizim həllimiz deyil. 7-dən də başqa cavab almadığımıza görə cavab olacaq boş çoxluq. Yəni tənliyin həlli yoxdur. Bu belə. Daha sadə bir misala baxaq. Belə bir sual yazaq. Tutaq ki, bizə verilib x bölünsün, 2x çıxılsın 3, bərabərdir 4 bölünsün x. Birinci növbədə mən məxrəclərimə baxıram. Mənim məxrəclərimdə 2x çıx 3 var. 2x çıxılsın 3 0 olmamalıdır, sıfırdan fərqli olmalıdır və digər məxrəcim nədir? X. X da sıfırdan fərqli olmalıdır. Burada 2x fərqli olmalıdır 3-dən, x fərqli olmalıdır 1,5-dən. Yəni mən nə edirəmsə edim, 0-la 1,5-i tənliyim ala bilməz. Burada istəsiniz tərəf-tərəfə keçirdib də həll edə bilərsiniz, çarpaz da vura bilərsiniz. Çarpaz vurub həll edək. X-i x-ə vursam x kvadrat bərabərdir. 4-ü vururam bura. 4 vurulsun 2x çıx 3. Onda x kvadrat bərabər 4-ü 2x-ə vursam 8x, 4-ü 3-ə vursam 12. Keçirdək x kvadratın yanına. X kvadrat çıxılsın 8x, üstəgəl 12. Tərəflər sağdan sola keçinə görə işarələr dəyişdi. Bərabərdir 0. x1 vurulsun x2 bərabər olmalıdır 12-yə. x1 üstəgəl x2 bərabər olmalıdır müsbət 8-ə. Vuranda 12 toplayanda 8 eləyən ədəd 6 ilə 2-dir. Yəni bir kökümüz 6-dır, digər kökümüz isə 2-dir. Və baxıram ki, 6 ilə 2-ni almağını aldım və mənim burada heç bir təhlükəm yoxdur. Yəni 6 ilə 2 olacaq mənim sualımın cavabı. 2 və 6. Son bir belə bir sualda baxaq, bundan da yekunlaşdıraq. Deməli, tutaq ki, bizə verilib 25 çıxılsın x-in kvadratı vurulsun, kök altında 3 çıxılsın x bərabər olmalıdır 0-a. Və burada da yazanda hasilin 0 olma şərtinə tabi olmalıdır. Bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Sadəcə biz bilirik ki, kökün içi mənfi olmaz. Ona görə 3 çıxılsın x-i böyükdür 0-ı həll edirəm. Daha doğrusu böyük bərabər 0. Ya da böyükdür. Hətta bunu baxaq, sonra digərlərinə baxarıq. Mənfi x. Mən niyə sizə yoruram ki, belə şeylərin ehtiyac yox. Hələ ki, buna baxmayın, sonda deyəcəm bunu. Misal birinci həll eləyək. Birinci mötəzəni 0-a bərabər həll etsək, 25 çıxılsın x-in kvadratı bərabər olmalıdır 0-a. 25 keçər digər tərəfə. X kvadrat bərabər olmalıdır 25-ə. Nəyin kvadratı 25-edir? Müsbət 5 və mənfi 5. Bir dənə təhlükə nədədir? Baxın, mən 5 almışam, düzdür. Mən bura 5 yazsam, gətirib yazsam, müsbət 5-i qoyduqda, 3-dən 5 çıxanda mənfi 2-dir. Kökün içi mənfi olur. Ona görə bu kənar kökdür. Amma mənfi 5 yazsam, 3 çıxılsın mənfi 5 olur. Bu da 3 üstəgəl 5 deməkdir. Yəni 8 verir, müsbət verir. Bir təhlükəsi yoxdur. Ona görə müsbət 5 kənar kökdür, mənfi 5 kökümüzdür. Və 3 çıxılsın x da 0-a bərabər həll edək. X buradan nə olmalıdır? Müsbət 3. Deməli, mənim 2 həllim var. Mənfi 5 ilə müsbət 3. Misalın cavabı mənfi 5 və 3. Belə. Bu qədər. Ümid edirəm ki, dərsimiz faydalı olar. Bir dənə yenə də gözdən keçirdim. Yaddan çıxan bir şey ümid edirəm ki, yoxdur. Bu qədər. Gününüz xeyirli olsun. Ümid edirəm ki, videomuz faydalı və yararlı olar. Hələlik sağ olun.